Sakinlərin sözlərinə görə eyni hadisə yay aylarında da baş verib. Binanın həyətində uşaqların oynadığı əraziyə bina fəsadı tökülüb. Heç bir zədə və ölüm faktı qeydə alınmayıb. Bakıya yağan sulu qar və şiddətli külək ziyansız ötüşməyib. 17 mərtəbəli binanın həyətində yerləşən maşınlar yararsız vəziyyətə düşüb. Hadisə Xətai rayon Əliağa Şıxlinski küçəsi 42B ünvanında baş verib. Belə ki, 13-cü mərtəbənin fəsadının qopması nəticəsində hər 3 maşın ağır şəkildə zədələnib. Güclü külək səbəbindən səhər durduq ki, qonşular çağırdılar maşın üzərinə, bina fəsadından sulaq örtüyü qırılıb, dökülübdür. Üstünə maşına ziyan dəyibdir. Bundan bağlı bina rəhbərliyinə də xahiş elədik köməklik göstərməsi üçün ki, bu insan tələfatı ilə də sonuçlana bilər. Nəticəsi insan tələfatı ola bilər. Deyək ki, indi maşınların üzərinə düşür. Ancaq bura yoldur, burada insanlar keçir. Uşaqlar keçirlər, nəticəsi daha da ağır ola bilərdi. Polis Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə məlumat verdik. Nəticəsinə bağlı arası gözləyir. 3 maşına birlikdə hardasa bir bəlkə 15-20 minə qədər olar. Mən də axşam maşınımı burada saxladım. Həmişə saxladığımız yerdə xəstəni burada saxlayırıq. Belə bir hadisə olmamışdı. Sabah tezdən zəng ediblər ki, fəlakət baş verib. Binanın fasadı uçub, tökülüb maşının üstünə. Mənə dəyən hadisə 3000-ə yaxın ziyan dəyib. Təzə gəlmişəm, yeniyəm burada, komendant işləyirəm. Təzə təyin olub. Bəli. Hadisə necə baş verdi? Hadisə gecə baş veribdi 6:35 radələrində. Sakinlərdən mənə zəng eləyib, video atıblar ki, fasad qopubdur, yağışın nəticəsidir, küləyin nəticəsidir. Müdiriyyətə məlumatı vermişəm. Binanın müdiriyyəti ilə sakinlər özü telefonla danışıb. Hadisə belə baş veribdi ki, fasad qopub 3 dənə sakinin maşınını maddi və mənəvi ziyan dəyibdi, güclü ziyan deyib. Müdiriyyət bizə cavabında bildirdi ki, lap yaxşı, çəkiliş aparsınlar, şikayətlərin versinlər, qurumlar özləri məsləhət eləsin. Sığortadan da bilindi ki, biz təbii fəlakət sığortasına ancaq ağac olsa, sel aparsa ona cavab deyil. Bununla yanaşı bina sakinləri bildirir ki, binanın fəsadı və həyətlə bağlı bina rəhbərliyi tərəfindən heç bir irəliləyiş yoxdur. Aylar ərzində kommunal ödənişlər qaldırılsa da, bunu binanın həyəti və binanın yaxşılaşdırılması naminə istifadə olunmur. Banuçe Hüseynli, Müqabil Bəbirxanov, Səs TV xəbər.